Mən də bütün Qarabağlılar, Füzulilər kimi düşmən tapdağı altında olan torpaqlarımızın dağını, daşını, ətrini, qoxusunu, flora və faunasını, vizual görüntüsünü bir an belə unuda bilmirəm. Ev eşiyini, doğmalarını, yurdunu itirib, məcburi köçkün adı altında yaşamaq mənə çox ağır gəlir. 20 ildir ki, doğma il obasından, Füzulidən didərgin düşən Əli Süleymanov belə deyir. Qoyub gəldiyim torpağımızdır. Bir də ata yurdunda olan, nəsildən kökdən olan mənim İştəhil atamın qəbridir, orada qalıb. İştəhili mamamın qəbridir. Yolları ki, mən ziyarət edə bilmirəm. Onlar mənim üçün, məni bu başa çatdıran kişi mənim xeyrimi görməyib. Amma mən ərsə yetəndən sonra isə onlar mənlə 20 ildir ki, çox kənarda qalan bir erməni tapdağı altında qalan ərazidə mən onun heç bir qəbrini gedib, heç vaxt ziyarət edə bilmirəm. Erməni hərbi birləşmələri Füzuli rayonunu 1993-cü ilin avqustun 23-də işğal edib. Füzulinin 51 kəndi və rayon mərkəzi işğal olunub. 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib. Rayonun işğaldan azad olunan ərazisində 13 qəsəbə və 20 kənd var. Füzulinin işğalından 20 il ötür, amma Füzulilər doğma yurt yuvalarına qayıdacaqları gündən ümidlərini üzməyiblər. Ümidimiz ancaq hökumətimizə gəlir, dövlətimizə gəlir ki, bizim torpaqlarımız azad olsun. Bizim bu qaçqın köçkünlər qayıtsınlar öz yurtları, yuvalarına və bu yanğının üstünə heç olmasa bir su səf etsin. Cəmaət bu həsrətdən, bu möhnətdən qutarsın. Oradan örtü çox darıxırıq, çox getmək istəyirik, gecələr yuxumuza girir. Çox əminəm ki, mən ümidvaram ki, prezidentimiz bu məsələni həll edəcək. O prezident deyir, hər gücümüz var, bu məsələ həll olacaq, mütləq həll olmalıdır. Mən də ona çox inanıram. Güman edirəm ki, tezliyinə biz öz doğma torpağımıza, böyüdən torpağa qayıdacağıq. Avqustun 23-ü Cəbrayıl rayonunun da işğal günüdür. Cəbrayılın işğalı ilə 72 məktəb, 8 xəstəxana, 5 məscid, 2 muzey, 129 tarixi abidə, 149 mədəniyyət ocağı düşmən tapdağı altında qalıb. Cəbrayıldan olan 6100 məcburi köçkün ölkənin 58 rayonunda məskunlaşıb. Cəbrayıllar içərisində 180 nəfərə yaxın Qarabağ müharibəsi əlili statusu alıb. 6 nəfər Azərbaycanın milli qəhrəmanı fəxri adına layiq görülüb. Əslən Cəbrayıldan olan baş nazirin müavini, qaçqın və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyir ki, Azərbaycan rayonlarının işğalı günlərində tədbirlərin keçirilmə metodologiyasını dəyişmək lazımdır. Belə günlərdə ermənilərin törətdiyi əməllərə qarşı böyük aksiyalar təşkil olunmalıdır. Füzuli rayonunun deputatı, Milli Məclis sədrinin müavini Bahar Muradova isə bildirib ki, Qarabağ münaqişəsinin həll olunmamasının səbəbi qeyri-konstruktiv mövqe tutan Ermənistanın və bu ölkəyə iradə nümayiş etdirməyə imkan verməyən, müstəqil olmasına şərait yaratmayan beynəlxalq güclərin siyasətidir. Neçə illərdir ki, aparılan siyasət, görülən işlər, dünya miqyasında bu məsələnin həlli ilə bağlı atılan addımlar Azərbaycan həqiqətlərini dünyaya yayılmasına şərait yaradırsa da problemin köklü həllinə hansısa bir təsir göstərə bilmədi. Mən hesab edirəm ki, Azərbaycanın bugünkü inkişafı, Azərbaycanın bugün əldə etdiyi nailiyyətlər, iqtisadi və hərbi qüdrəti kifayət edər ki, işğal altında olan həm Füzuli, həm Cəbrayıl, eləcə də digər Qarabağ torpaqlarının azad olunması üçün qətiyyətli addımlar atsın. Buna Azərbaycan hökumətinin, Azərbaycan dövlətinin və prezidentinin iradəsi və qətiyyəti çatır. O cümlədən ölkəmizin gücü də buna yetir. Amma aparılan siyasət əlbəttə ki, bugün hələ ki bu məsələnin sülh yolu ilə həllinə çalışmaqdan ibarətdir. Düşünürük ki, sülh yolu ilə həll variantının imkanları hələ tükənməyib və Azərbaycan ona görə bu yolda ardıcıl fəaliyyətini davam etdirir. Yaxşı olar, böyük bir aksiyalar təşkil olunsun Ermənistanın o separatçı, şovinist siyasətinə qarşı və bu aksiyalar necə Xocalıya ədalət kampaniyası xanım Leyla Əliyeva tərəfindən aparıldı, bütün dünyaya səs saldı. Mən hesab edirəm ki, növbəti ildən hökumət tərəfindən də biz belə bir təklif hazırlayacağıq, işğal olmuş rayonlarda bu təklif hazırlanmalıdır. Bütün dünyada yenə deyirəm, necə bax Xocalıya ədalət kampaniyası bütün dünyaya səs saldı bu il. Hesab edirəm, işğal günləri də bizim bütün xarici ölkələrdə olan səfirliklərimiz, Azərbaycan diasporası nümayəndəlikləri, işğal altında rayonlar, digər rayonlar, bütövlükdə Azərbaycan ictimaiyyəti bu günləri bütün dünyaya səs salan təbliğat aparmalıdır.
Qeyd edək ki, ermənilər işğal etdikləri torpaqlarımızı talamaqda davam edirlər. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin işğal olunmuş Azərbaycan ərazilərində ətraf mühitə və təbii sərvətlərə dağıdıcı təsiri müəyyənləşdirən operativ mərkəzi işğaldan sonraki dövrlərdə Füzuli rayon ərazisində də təbii sərvətlərin dağıdılmasına dair bir sıra faktlar aşkarlayıb. 2006-2009-cu illər ərzində ermənilər rayonun 35 min hektardan artıq ərazisini yandırıb. Gülşanə Mustafayeva, Vüsəl Babayev, Yurt Xəbər.